Ət çipsisi necə hazırlanır onu göstərdirəm sizə. Necə hazırlanır, nədir göstərəcəm sizə. Hamısını izləmədə olur. Tökülüyor bunu o belə. Ətə bir gün qabaqcadan bastırma eləmişəm. Qızğın yağ atırıq. Dostlar, ət çipsi baxın belə qəşəngcə hazırlanır. Demək olar hazırdır. Buna hava tökülür. Ədiyyatlarını vururuq. Şirin paprika. Bak şimdi. Ben çalışıram ki videolarda hər şeyi sadə çəkin və canlı çəkin və yəni ki, baxaq kimi başa düşürəm. Kimə nəysə qaranlıq qalırsa yazsın mənə. Bakın, möhtəşəm bir şey.